Salam əziz uşaqlar. Bugün ingilis dilindən növbəti dərsimiz present continuous tense form keçəcək. Mən bunu Özcana izah etdikcə istədim ki, siz də dinləyib yararlanasınız. Present continuous tense form indiki davam edici zaman formasıdır. Onun ikinci ad kimi present progressive tense formda deyirlər. Müasir ingilis dilində daha çox rast gəlinir present progressive tense form. Amma biz onu həmişə English Grammar'dan present continuous davam etmək deməkdir. Yəni davam etmək ilə adından bəlli olunur. Continuous tense zaman deməkdir, forması. Demək hər bir zamanın özünün düsturu olur düzəlməsi üçün. Bunun üçün uşaq mütləq şəkildə to be-ni bilməlidir. Və şəxs əvəzlikləri adlı halda onu bilməlidir. Şəxs əvəzlikləri adlı halın singular formu yazaq. Singular yazıram. Singular form. Bu hissədən isə plural formu yazaq. Singular formda hansı şəxs əvəzlikləri adlı halında var? I, you, he kişi cinsi, she qadın cinsi, it orta cins, we, you, they. Demək, şəxs əvəzliklərini bu cür sıraladıq. Mən, sən, o kişi cinsi, o qadın cinsi, o cansız əşyalar və yaxud orta cins. We, biz, you həm sən deməkdir, həm siz deməkdir. They, onlar. Və bilirdik ki, I, to be-nin üç şəkilçisi var. Am, is, are. Am, is, are. Və to be-nin müvafiq şəkilçisi I am-lə işlənir. Yəni bu şəkilçi ilə digər heç bir şəxs əvəzliyi işlənmir. You are. Bunun üçünə də adətən belə qoyuruq. O deməkdir ki, üçü də is-lə işlənir. He is, she is, it is. Bunun üçünə də belə işarə qoya bilərik. Çünki bu üçü də are-lə işlənir. Yəni təkrarçılığa yol verməmək üçün demək olar ki, we are, you are, they are. Biz bunları niyə yazırıq? Çünki present continuous tense formun düsturunda mütləq şəkildə to be var, feil üstəgəl ing şəkilçisi var. Ing nə demək? Verblər var. Hansı feilləri tanıyırıq? Gəlin hamımızın yaxşı tanıdığımız go feilinə başlayaq. Məsəl üçün, I am go demirik. I am go üstəgələk ing. Ing. Bu I hərfidir. Endi, bu da G hərfidir. Ona görə buna ing deyirik. Hərflərin belə deyim, adlandırılması ilə. Necə olacaq? I am going. I am going. You are going. Bunu biraz ng şəkilçisi kimi deyirik. He is going. She is going. It is going. Demək olmaz. It is running filan və s. Fərqi yoxdur. Yəni it izlə işlənir və feili ing artırmaqla. We are going. You are going. They are going. Nə etdiyi uşaqlar? Şəxs əvəzliyi adlı halda demək yazdıq personal pronouns şəxs əvəzlikləri. Adlı halda yazdıq I, you, he, she, it. To be-nin müvafiq hansı şəkilçisi ilə işlənirsə, hansı əvəzliyi, hansı şəkilçi ilə işlən yanına yazdıq. Feilin üstünə nə gəldi? ing şəkilçisi gəldi. Yəni düsturumuz bundan ibarətdir. Yaxşı, bu qədər zaman formasının içərisində biz nə bilək ki, bizə verilmiş 3 nöqtənin yerinə present simple tense form yazaq, yəni indiki sadə zaman yazaq. Yoxsa future simple yazaq, gələcək sadə yazaq. Yoxsa present continuous tense form yazaq. Yoxsa bitmiş zamanları yazaq. Bunu bilmək üçün hər bir zamanın özünün göstəricisi var. Və bu göstəricilər indiki davam edici zamana da aiddir. Əgər cümləmizdə now, nowadays, just now, right now, at present, at the moment, still, varsa demək bu zaman
Nə olacaq? İndiki davam edici zaman formasının göstəriciləridir. Now indi deməkdir. Nowadays indilərdə. Just now indicə. Right now təzəcə, elə indicə. At present hal-hazırda. At the moment bu dəqiqə, bu saniyə, yəni bu indi hal-hazırki vaxt. Still hələ. Demək now indi. Nowadays indilərdə. Just now indicə. Right now təzəcə. At present hal-hazırda. At the moment bu dəqiqə. Still hələ. Amma bəzən bu göstəricilər verilmir. Məsələn, belə verilir ki, look, bax. Deyirsən ki, bax, məsələn, Azərbaycanca deyim, sonra ingiliscə. Bax, bayırda yağış yağır. Məsəl üçün, sakit ol, növbəti otaqda uşaq yatır. Və s. kimi, yəni demək, zaman zərflərindən istifadə edirik. Məsəl üçün, burada məsələn Özcan necə deyə bilərsən ki, bax yağış yağır. Look, it is raining. It is raining. Havanı deyəndə it is-lə deyirik. It is raining nədir? Yağış yağır. Bax, deyirəm bax yağış yağır. Look, özdə belə bir nida qoyuram. Davam eləyir də, hələ yağıb bitməyib ki, düzdür? Hal-hazırda yağır. Deyirəm çətirini özündən götür, yağış yağır. Yaxud da bax yağış yağır. Look, it's raining. Rain nədir? Həm yağışdır. To rain yağmaq deməkdir. Həm də feil kimi. Rain kökdür. Feilimizdir. Yağmaq deməkdir. ING-dəki demək düsturumuz nədir? Tək ING deyil. Bu izdi qısaltmasını yazıram. Çünki müasir ingilisində ingilislər xoşlamır şəkilçini bütöv şəkildə yazsınlar. Getdikcə onları qısaldırıq, short forma keçirik. Belə olur. It is raining. Yəni yağış yağır. Hal-hazırda bildik ki, bu yağış yağır. Demək present continuous form necə düzəldi? Demək gəldi şəxs əvəzlikləri adlı xaldan. Yəni I, you, he, she, it, we, you, they. Hansı, to be-nin hansı müvafiq şəkilçisinə işlənir? Yanında onu yazırıq. Feil, üstəgəl ING. Yəni feili ING-ni birləşdirir ya. Cümlədə feil üstəgəl yazmırıq. Düstur belədir. Məsələn, necə deyərsən? Bir dənə feil deyim, onu belə deyim də işlət. Come feili, gəlmək feili. Gəlmək feilini indiki davam edici zamanda işlət görək. Hə, məsəl üçün əvəzliklərlə işlət görək indiki davam edici zaman formasında. Gəlməyi. I am coming. Həmə elə bir cümlə deyir. Cümlə demirəm. Ay bala, deyirəm ki, şəxs əvəzliklərini təsrifatlandır həmin feillərə. Feillərini. I am coming. I am coming. Sən gəlirsən. You are coming. He is coming. Yes, she is coming. It is raining. It is raining və s. We are coming. You are coming. They are coming. Necə olacaq? Məsəl üçün birimə yazıram. I am coming. Coming yazılır. Sadəcə bu burada ixtisarlaşır. Coming olur. Coming olur. İndi necə deyərəm? Deyərəm ki, otağa daxil olma şagirdlər çalışma yazır tutaq ki. Otağa daxil olma. Daxil olmaq nədir? Enter. Daxil olma deyəndə nə edəcək? Don't enter. De görüm. Don't enter the room. Şagirdlər indi çalışma yazır necə deyəcək? Şagirdlər nədir? İngilisində. Students. The students. Children uşaqlar. The students. Səncə the students to be-nin hansı şəkilçisinə işlər? Mən sənə demişdim isim cəmdədirsə are-la işlər. The students are tapşırıq yazmaq da to do exercise-dir. Demək, do-ya nə artıracaq? Demək, are-ın dedikdə are. To be-nin şəkilçisi var. Feilə nə artıracaq? ING şəkilçisi artıracaq. The students are doing exercise. Bax, hocam, çətin bir şey yoxdur. Bizə nə lazımdır? Prosesdə olan kimdir? Şagirdlərdir. Hal-hazırda tapşırığı yazan kimdir? Şagirdlər. Şagirdlər cəmdə olduğu üçün the students. To be-nin hansı şəkilçisindən işlənəcək? Are-la işlənəcək. The students are
ifadəmiz də budur ki, to do exercises, tapşırıqlar yazmaq. Demək, do-ya ing artıracağıq da. The students are doing exercises. Bu qədər asan. Məsələn, biz sonra dedik nəyi görsə biləcək ki, present, progressive or continuous zaman formasıdır. Look, listen. Deyirəm, qulaq as. Məsəl üçün, bayırdan quşların səsi gəlir. Bax, filan, yağış yağır. Be quiet, sakit ol. Müəllim danışır. Be quick, cəld ol. Qatar gedir. Yəni, bu sözlər də varsa, İnki davamici zaman formasının göstəricisi. Necə deyərsən? Bax, yağış yağır. Bayaq demişdim, yenə təkrarçılıq kimi deyirəm. Look. It is raining. It is raining. Sən iti izi desən, rain desən səhv deyirsən. Rain, bəs demişdik düstur. To be olduğu kimi, feildə də ing şəkilçisi olmalıdır. Ing şəkilçisi. Sən to be-sini yazıb feilə ing, yəni ing-ni artırmasan, demək sən artıq səhv yazırsan. Belə bir, yəni qayda yoxdur, özündən qayda kəşf eləmsən. Yaxşı, necə deyirəm ki, cəld ol da, yəni tələs, qaranlıq düşür. Be quick. It is getting dark. Dark nədir? Dark chocolate deyəndə tünd şokolad da olur. Tünd mənası var. Amma yəni də qaranlıq deməkdir. Yəni hava qaralır da, qaranlıq düşür. Necə deyirəm? Deyirəm ki, evi tərk etmə, evdən çıxma. İndi tutaq ki, qar yağır. Tərk etmək nədir? Leave. Elə bir live yaşamaqdır. Leave yazılan tərk etmək deməkdir. Tərk et desəm live deyərəm. Tərk etmə deyəndə qabağına bir nə artırıq? Don't. Deyirəm yaz. Write. Yazma. Don't write. Come. Gəl. Don't come. Go, get. Don't go, getmə. Demək, inkarı vəziyyətinə salıramsa nə edirəm? Don't. Don't yazıram önlərində. İndi deyirəm ki, evi tərk etmə. Evdən çıxma da, yəni yağış da ola bilər, qar da ola bilər ki, indi qar yağır. Don't leave. Don't leave the house. It is snowing now. It is snowing now. Bax, rain yağışdır. Raining yağır. Demək, to rain həm də yağmaq deməkdir. Snow həm qar deməkdir. Snowing qar yağmaq deməkdir. To snow həm də yəni feil vəziyyətinə düşür də. Demək, neynədik? It izlə işləndiyinə görə, to be-nin iz şəkilçisindən işləndiyini izi yazdıq. Nə yanında yazdıq? Əvəzliyin yanında. Itin yanında iz yazdıq. Sonra nə etməliydik? Snow feilinə ing artırmalıdır. Snowing nə onu da yazırıq. Niyə görə? Now çünki zaman göstəricisidir. Okay? Demək, burada now da var. Demək, xəbərdarlıq da var ki, don't leave the house. Və sən deyirəm ki, bu daha çox, əvvələr, mən uşaq hazırlayanda yadınadır. Daha çox düşürdü ki, məsəl üçün otaqda the next room, the child is sleeping kimi düşürdü. Amma indi the next room filan yığışdı. Deyirlər ki, don't go into the room, otağa daxil olma, the child is sleeping. Yəni, uşaq yatır. Yəni, hal-hazırda yatır. Nə başa düşdün? İndi mənə danış görək. Present continuous tense form necə düzəlir? Buyur, danış görüm. Birinci deyirsən ki, present continuous tense form indiki davam edən, hələ bitməyən hərəkəti bildirir. Yəni, hərəkət hal-hazırda davam edir. Bunu dedin. Sonra deyirsən, indiki davam edici zaman forması, yəni present progressive və ya present continuous tense form, İngilizcə deyirsən, düzəldilməsi, şəxs əvəzlikləri adlı halda, yəni I, you, he, she, it, we, you, they, to be-nin müvafiq şəkilçiləri onun yanında olmalıdır mütləq. Məsələn, I am-lə işlənir, you are-la, he, she, it, is-lə, we, you, they are-la işlənir. Bunları işlətdiyi şəkilçi ilə və feili ing şəkilçisi artırılır. Nə olur? Məsələn, işləmək feili nədir? Work. Gəl onu təsrifatlandıraq. I am working, you are working, he is working, she is working, it is working, we are working, you are working, they are working. Bu nə formadaydı? Təsdiq forma, yəni affirmative formdur. İndi gəl bunu biz interrogative forma çevirək. Sual formasında neynirdik? Sual formasında to be-nin müvafiq şəkilçiləri am, is, are cümlənin əvvəlinə keçir. Məsələn, necə olur? Məsələn, I am working-i
sualda necə deyərsən? Am I working? Birinci nə gəlmişdi təsdiq formada, affirmative formada? I sonra am gəlmişdi. Bəs interrogativdən olacaq. Am sonra I gələcək. Nə oldu? Şəkilçi ilə əvəzlik yerini dəyişdi. İnversiya prosesi, inversion. İnversiya prosesi baş verdi. Başa düşdün? Demək belə olacaq. Məsələn, you are ilə işlənir də affirmative formada, düzdür? Interrogative necə? Are you? Yəni bir-birinin yerini əvəz elədilər sual formasında. Amma inkarda necə olacaq? Heç nə yerini dəyişməyəcək. Bir dənə qonağımız gələcək. Not inkar ədatı. Necə olacaq? I am not working. You are not working. He is not working. He gəldi. To be'si gəldi. Şəkilçisi hansı işdən. Sadəcə ondan sonra not sonra feil ing. He is not going. She is not going. Başa düşdün? Yəni uzun uzadı elmi cümlələrlə danışıb çox kontekstdən kənara çıxmaq istəmirəm. Amma əsas necə düzəldi? Yəqin ki başa düşdün. İndi mənə izah elə. Öz sözlərinlə danış. Lazım deyil müəllim kimi danışasan, pedaqoq kimi danışasan. Məsələn deyirdi Present, continuous, tense form. Və yaxud da present progressive tense form. Aha. O indiki davam edici deməkdir. İndiki davam edici zaman forması. Formasıdır. Onda şəkillər Əvvəlcə deyək ki, hərəkətin bitməməsi hələ də davam etməsini bildirir. Yəni proses davam edir. Düzəlməsi. Düzəlməsi də Şəxs əvəzlikləri adlı xalda, sonra sadala. I am, Yox, hələ bir şəxs əvəzlikləri adlı xalda hansılar idi? I, you, he, she, it. we, you, they. Aha. Onların hansı müvafiq to be'nin şəkilçisindən işlənirsə yanında işlədirik. Məsələn, I am-lə işlənir. You are-la, he is, she is, it is, we are, you are, they are. Demək, əvəzlik gəldi, to be'nin şəkilçisi gəldi, hansı ilə işlənir. Yanında nə olacaq? Feil birləşik nə ilə? ing ilə. Go feilsi going. Hamısı going. Hamısı yəni eyni feildə going gedir məsəl üçün. Work isə working. Hə, amma təkcə o məsəl üçün əvəzi yazdım, working deyə bilmərəm. Burada nə olmalıdır? To be ilə feilə artırılmış ing birləşik şəkildə olmalıdır. I am go deyə bilmərəm. Və yaxud da ki I going deyə bilmərəm. Mütləq I də olmalıdır, am da olmalıdır, going. Go'ya ing də artırmalısan. Başa düşdün? Sual formasında to be'nin o şəkilçiləri. Məsəl üçün bax burada I am going idi. Sonra bundan bu demək şəkilçi ilə əvəzlik inversiya olacaq. Yəni inversiya hadisəsi. Müəllim sənə sual versə burada hansı proses gedirsə inversion, inversiya yer dəyişmədir. Şəkilçi əvəziyə deyir ki, sualdayam ha. Mənlə gəl yerimizi dəyişək. Olur am I going? Am I going? Are you going? İ'si yəni hansı ilə işlənirsə onun şəkilçisi əvəzliyindən əvvələ keçir. İnkarda necə olur? I am going idi bayaq affirmative formda. Burada olacaq I am not going. Məncə. You are not going. Not yəni inkar edir. He is not going. She is not going. It is not going. Hansı göstəriciləri var idi? Now, nowadays, just now, right now, at present, at the moment, still. Bunlardan ən çox hal-hazırda 5-ci sinifə inanmıram daydırıb bu düzdür, düşür bəzən right now falan, amma daha çox düşür now, nowadays, sonra at the moment, at present, still. Look, bax. Look, listen, be quiet, be quick. Bunlar nə düşərsə demək bu deməkdir ki, indiki davam edici zaman forması olacaq və ora nöqtələrin yerinə şəxs əvəzliyi ilə to be'nin hansı şəkilçisi işlənir. O və feili ing artır. Başa düşdün? Amma bəzi feillər var ki, onlar davam edici zamanda işlənmir. Sən onlara ing artıra bilmərsən. Onlar necə feillərdir? Hərəkət bildirməyənlər, hissiyatımızla. Sevmək hərəkət edirsən, sevmək deyəndə. Sevmək bilirsən, sevmək hərəkətdir, yox. Xoşlamaq, nə olsun maqmək deyirik, nə etmək sualına cavab verir, feildir, amma hərəkət deyil. Mənim üçün sevməkdir, xoşlamaqdır, nifrət etməkdir, inanmaqdır, tanımaqdır, ehtiyacı olmaqdır. Bunlar nədir? Hiss,
həyəcan bildirən feillərdir ki, onları ing şəkilçisi artırmaq olmaz. Bunları yadına saxla. Amma mesela getmək, hoppamaq, düşmək, dombalaq aşmaq, nə etmək, bunlar ing-də işləyə bilər. Amma sevmək, nifrət etmək, nə bilim, xoşu gəlmək, bunlar ing ilə işləmir.